Şagirdlər sayəsi 3200 kvadrat santimetr olan kartondan tam istifadə edərək düzbucaqlı polipet formasında hədiyyə qutusu hazırladılar. Qutunun hündürlüyü 20 cm, nötracanın uzunluğu isə enindən 10 cm böyükdür. Hazırlanmış qutuya telin uzunluğu 10 cm olan mümkün qədər çox kiçik kub formalı bağlamalar yerləşdirilmişdir. Bağlamalardan üçü qırmızı, qalanları isə yaşıl rəngdədir. Biz ikinci sualın həlli zamanı tapdıq ki, qutuda yerləşən bağlamaların sayı 10'dur. Deməli, 10 çıxılsın 3 bərabərdir 7 və bizdən deməli 7'si də yaşıl rəngdədir. Üçüncü sualımıza baxaq. 7'si də yaşıl rəngdədir. Üçüncü sual belədir. Qutudan təsadüfi seçilən iki bağlamanın eyni rəngdə olması hadisəsinin ehtimalını tapın. Qutudan ya 2 dənə qırmızı seçə bilərik, yəni 3'dən 2'si. Ya da biz qutudan 7 dənə yaşıldan 2'sini seçə bilərik. Bizə seçilən iki bağlamanın eyni rəngdə olması, yəni ya olmalıdır 3 qırmızıdan 2'si ya da 7 yaşıldan 2'si. Və ümumilikdə isə qutuda 10 dənə bağlama olduğu üçün onundan 2'sini seçmiş oluruq. Hesablayaq. Deməli, kombinezon 3'dən 2 ilə 3 verir. 7'dən 2 bizə 7 faktorial bölünsün. 5 faktorial vur 2 faktorial. Və 10 faktorial bölünsün. Ondan 2 çıxanda 8 faktorial vur 2 faktorial. Bərabərdir. Deməli, 3 üstə gəlsin. 7 ilə 5 gedəcək. Burada qalacaq 6 vur 7 bölünsün 2. 10 ilə 8 gedəndə qalacaq 9, 10 bölünsün 2. Deməli, burada alıram 3. 21 üstə gəlinsin 3, 24. Məxrəcdə isə alırıq 45. Və 45 ilə də 24'ün hər ikisini 3'ə ixtisar eləmək olar. 3'ə ixtisar eləsək, burada alınacaq deməli 15. Burada isə 8. Cavab olacaq 15'də 8.